Hər vaxtınız xeyir olsun müəllimlər. Dərsimiz 25-ci mövzu olan tikiş maşını işə hazırlanma texnologiyasıdır. Deməli, tikiş maşını necə işə hazırlanır? Tikiş maşını ümumiyyətcə nədir? Nə üçün istifadə olunur? Elektrik ötürücülü müasir tikiş maşını çox yığcamdır. Onu işə tez hazırlamaq olar. Deməli, elektrikli məişət maşını, yəni tikiş maşını hansı formadadır? O yığcamdır və işə tez hazırlamaq olur. Tikiş maşını hazırlamaq üçün ardıcıl bir neçə mərhələni yerinə yetirməliyik. Hansıdır? Hansı ki, bu şəkillərdə həm işə hazırlanması göstərilir, digər tərəfdə isə onun təsviri verilir. Mən sizə deyərəm ki, hər iki tərəfi də, yəni qarşılıqlı formada yadda saxlayın ki, ola bilər şəklin qoyar, uyğunlaşdırma kimi ki, yəni bu hansı variant, hansı şəklə aiddir. Ona görə dəqiq bilsəz, sizin üçün daha rahat olacaq. İlk mərhələ maşını elektrik şəbəkəsinə qoşun. İlk mərhələni yadda saxlamaq çox çətin olmamalıdır. Çünki burada baxsaz, elektrik şəbəkəsini görəcəksiniz. Sanki burada bir onun rozetkası var, yaxınlaşdırsam. Görürsünüz, burada görəcəksiniz bunu və bu zaman bu birinci mərhələsidir. Nədir? Maşını elektrik şəbəkəsinə qoşuruq. İkincidə nazım çarxı özünüzə tərəf fırladın. Sap dartanı və iynə saplayanı yuxarı kənar vəziyyətdə yerləşdirin. Təsviri isə baxın budur. Deməli, burada bizim açar sözümüz nazim çarxı özünüzə tərəf fırladın, sap dartanı və iynə salanı yuxarı kənar vəziyyətdə yerləşdirin. Bu ikincidir. Üçüncü, pəncəni qaldırın. Baxın, görürsünüz, həqiqətən də burada bir pəncəni əli ilə qaldırıb. Bu üçüncü mərhələdir. Dördüncü, sap qarqarasını sap milinə qoyun. Baxın, bu sap qarqarasıdır. Sap qarqarasıdır. Bu isə sap millidir. Yəni milin yerləşdiyi hissə. 4. Sap qarqarasını, yəni bunu qırmızı ilə göstərilən hissəni üzərində sap olan sap milinə yerləşdiririk. 5-də isə bağlanan sirtməni açırıq, yəni bağlı olan sirtməni açırıq. Məkik makara qapağını çıxarın və qapağı, makaranı onun içərisindən götürün. Deməli, bağlanan sirməni açırıq, məkik makara qapağını çıxardırıq. Baxın, hansı ki, bu hissəni və makaranı onun içərisindən götürürük. Deməli, 5-ci mərhələdə makaranı götürürük, həmin sirməni açıb qısa formada desək. 6-da, 6-cı mərhələ çox sadədir. Maşını boş hərəkətə gətirin. Boş hərəkətə gətirin. Bu onun təsviri verilir. 7-də, baxın, deyir ki, əl ilə makaranın üzərinə bir neçə qat sap saplayın. Şəklə baxsaz görəcəksiniz ki, burada bir neçə qat sap saplanıb sanki həmin maşının üzərində. Və makaranı sapsaryanın milində quraşdırın. Baxın, makaradır. Onu sapsaryanın milində quraşdırıb. Baxsaz diqqətlə. Görürsünüz, makaranı sapsaryanın milində quraşdırıb. Bu 7-ci mərhələdir və burada bilirsiniz bir şey deyim. 7-ci mərhələdə əl ilə sözünü görürsünüz. Birinci əl ilə. İndi nəyə görə bunu deyirəm? Bu 7-ci mərhələdədir. 8-də isə deyir ki, iynəni sapla və makaranı deyə bilmədim, dirənənə qədər sıxın. Nə deyir burada? Ayaqla pedalı səlis sıxaraq sapı makaraya sarın. Baxın, 7-də əl ilə deyir makaranın üzərinə bir neçə qat sap saplayın. Amma 8-də deyir ki, artıq əl 7-dədir, 8-də ayaqdır. Yəni sizə necə deyim, rahat olsun deyə testlərin içərisindən seçmək, ona görə bunu vurğulayıb deyirəm. Amma sözləri təbii ki, bütöv formada bilsəz daha məsləhətlidir. Deməli, 7-də əl görürük, 8-də ayaq görürük. Ayaqda da baxın, şəkildən də baxanda görəsiz. Baxın, ayağı pedalla sıxır. Yəni pedalı ayaqla sıxır və sapı makaraya sarıyır. Burada görəcəksiniz, baxın, bu hissədə ayaqla sıxır və sapı makaraya sarıyır. Deməli, bu oldu 8-ci mərhələ. 9.
Artıq baxın bu makaradır. Buna sapı sarıb, düz deyil. Artıq 9-da deyir ki, sapı sardığınız makaranı makara qapağına qoyun. Bu mərhələ. Bu mərhələ. Yəni artıq sapı sarıdıq bu makaranın üzərinə. İndi artıq onu qapağa, yəni makaranın qapağına qoyuruq. Qapağa yerləşdiririk. 9. 10-cu mərhələdə deyək ki, sapı makara qapağının kəsiyinə və sərbəst 10 sm uc saxlamaqla lövhə yanının altına saplayın. Deməli, burada nədir? Burada görəcəksiniz. Makara qapağının kəsiyinə baxın, görürsüz kəsikdən bu sap çıxıb da, belə deyək. Həm də nə deyir? 10 sm uc saxlamaq. Deməli, bu uc, bu sapın ucu 10 sm-dir. Bir də burada nə var? 10 sm sözü 10-cu mərhələdədir. 10-cu mərhələdə 10 sm, yəni açar məqamıdır. Həmçinin də burada 10 sm kəsikdən çıxan sap, bu isə yəni onun təsvirini göstərir. Sonra 11 makara qapağını məkik qurğusuna yerləşdiririk. Deməli 5-də onu çıxartmamışdıq. Artıq 11-ci mərhələdə 10 yox, sanki baxın 5 üzərinə gəlir, ki 10 yox 11. 11-ci mərhələdə artıq onu makara qapağının məkik qurğusuna yerləşdiririk. 5-də çıxartdıq, 11-də onu geri həmin qurğuya yerləşdirdik. Yəni yerinə yerləşdirdik. Burada da şəkildə görürsüz, artıq onu sanki yerinə qoyur. Yerinə yerləşdirir şəkil 11-də. Sonra 12-də deyir ki, yuxarı sapı saplayırıq. Şəklinə baxırıq, yuxarı sapı saplayırıq. Burada əl və yaxud da ki, heç bir şey yoxdur. Sonra 13-də deyir ki, yuxarı sapın ucunu sol əli ilə tutun. Deməli, ilk öncə hansı? Sol əli ilə tutun. Baxın, görürsünüz, burada əl göstərir. Sol əli ilə tuturuq. Sağ əli ilə, yəni bu hissəni deyir. Nazim çarx budur. Nazim çarxı özünüzə tərəf elə fırladın ki, iynə aşağı düşüb məkik sapını tutsun və çıxartsın. Yəni iynə bu hissəni bilmirəm, bəlkə etmisiniz yoxsa yox. Yəni bu sapı saplayandan sonra sapı çıxardır. Yəni sol əllə sanki o sapı bir balaca özümüzə tərəf dartırıq. Sonra sağ əl, axı bilirik bizim sol əlimiz köməkçidir. Sol əllə sanki köməkçi bir iş görürük də, sapı bir balaca oradan çıxardırıq. Saplayıb iynəni, saplayıb artıq sapla. Yəni o tikiş maşındakı iynəni. Sonra isə onu deyir ki, aşağı düşüb məkik sapını tutsun və çıxartsın deyə bu sağ əlimizlə, baxın bu nazim çarxdır. Hansı ki bu hissəni görürsüz biraz daha qabardı. Mən də biraz yaxınlaşdıracağam. Görürsüz nazim çarxı deyir ki, özünüzə tərəf elə fırladırıq ki, yəni hansı əllə? Sağ əllə. Sol əllə sapı tuturuq, sağ əllə, yəni əsas əlimizlə o çarxı fırladırıq və iynə aşağı düşüb məkik sapını tutsun və çıxartsın. Məkik sapını tutsun və çıxartsın, yəni artıq o işə hazır vəziyyətə gəlir. Bu o deməkdir ki, yəni artıq o tam, belə deyək, hazır vəziyyətdə saplanıb. Sonra isə 14-cü mərhələdə deyir ki, 2 sapı pəncənin altına salırıq. Sonra isə axırıncı mərhələdə baxın görürsüz 2 sapı bax tutub əlində. Şəkil 14 və sonuncu mərhələdə. Tutub əlinə sanki dartır. Neynir? 2 sapı pəncənin altına salıbdır. Burada bu şəkildə pəncənin altından çıxardıb özünə tərəf çəkir. Pəncənin altına salır. Bu isə sonuncu 14-cü mərhələdir. 2 sapı. Deməli 12-də nə var idi? Şəkillərinə görə deyirəm. 12-də yuxarı sapı saplayanda sadəcə maşının şəklini göstərir. Burada maşının sadə şəkli 2 variantda var. 14-də isə 14-cü şəkildə. Burada bir əllə görəsiz ki, əllə sapı dartır. Bu zaman biləsiniz ki, bu 2 sapı pəncənin altına salmaq üçün bu sapı dartır. Belə, yəni diqqətlə səsə qulaq assaz, videoya baxsaz, düşünürəm ki,
yadda qalacaq. Sonra müəllimlər, burada təhlükəsizlik qaydası var. Müəllim icazəsi olmadan tikiş maşının arxasında oturmaq olmaz. İşdən əvvəl sancaqları, iynələri parçanın üzərindən çıxardın. Maşının iynəsini sapladıqda avadanlığını, yəni daha doğrusu ayaqlarınızı pedala qoymayın. Yəni saplayırıqsa bu zaman ayağımızı pedala yerləşdirmirik. Maşını hərəkət edən və fırlanan hissələrinə yaxın əyilməyin. İş zamanı diqqətinizi yayındırmayın və məmulat işçinin gözlərindən 30-40 sm məsafədə olmalıdır. Bu da belə müəllimlər. Bu dərs bu qədər sadə bir dərsdir. Sadəcə diqqət edərək, bir də belə deyim də, açar məqamlarını yadda saxlamaq lazımdır.